Verilmiş üslü funksiyanın ən böyük qiymətini soruşur bizdən. Qüvvətdəki olan ifadənin 6x çıxılsın x kvadratı çıxılsın 7 olduğunu görürük. Ən böyük qiymət soruşmasının səbəbi budur ki, biz bilirik ki, kvadrat 3 ədədə, yəni ax kvadratı plus bx plus c olarsa, a-mız sıfırdan kiçik olduğu halda bizdən ən böyük qiyməti soruşa bilər. Yəni biz bunu tapa bilərik. Və bunu necə tapa bilirdik? Bizim düsturumuz n bərabər idi 4ac minus b kvadratı bölünsün 4a. Və verilənlərə görə yerinə yazsaq, bu ifadədə görürük ki, a-mız -1, b-miz 6, c-miz isə -7-dir. O zaman hesablasaq, n bərabər olmuş olur. 4 vurulsun, -1 vurulsun, -7 çıxılsın 36. Bölünsün 4 vurulsun -1-ə. Və ifadənin qiymətini hesablasaq, n bərabər olmuş olur. 28 çıxılsın 36 bölünsün -4-ə. Və buradan da alırıq ki, -8 bölünsün -4, o da bərabərdir 2-yə. Deməli, bu funksiyanın qüvvətinin ala biləcəyi ən böyük qiymət 2-yə bərabərdir. Və o zaman cavabımız 3 üzərində 2 bərabərdir 9 olmuş olur.